Herkese selamlar. Kanalımıza xoş gəlmisiniz. Bugün sizlerle bir yerde Amerika'da ve birçok diğer xarici ülkelerde mevcut olan Five Guys'da burger yedik və oranı sizə seçib göstərdik. Burgerlərin dadına baxdıq və fikirlərimizi sizinlə paylaşdıq. inşallah videomuzda eğlenirsiniz. Geçək. Gələndən Five Guys gəlmək istəyirdik, axır gələ bildik. Ama keçən semestrdə zakaz eləmişdik də. Hə. Yəni belə gəlib yeməmişdik. İlk dəfədir gəlirik. Yəni zakaz eləmişik, amma gəlməmişik. İlk dəfədir. Hər yedik. Şimdi tadım testi edirik arkadaşlar. Mən elədim, çox dadlıdır. Bravo. Heç nə demirəm də yəni. Siz Çörəkləri falan yumuşaqdı, bayağı yumuşaqdı. Və içinin əti, həqiqətən necə ətdir də. Həqiqətən. Çünki Five Guys'da donmuş ət istifadə eləmirlər. Gördüyünüz kimi dostlar, çəkdiyimiz kadrlar sizə göstərdik. Düzdür, çox şey çəkə bilmədik. Onu demək istəyirəm ki, sizlərə çox dadlı burgerlər var. Yəni genəlliklə aşırı sevirəm mən şəxsən. Və çox kartofillərini də çəkənmədik. O da çox dadlı idi həqiqətən. Yəni mənim indiyə qədər yediyim ən yaxşı kartofili ola bilərdi. Belə çox yumşaq idi, çox qəşəng idi. Coca-Cola'nın da çox çeşidi var idi. Cherry vanilla var idi, lime var idi, tropical var idi. Bizim ən sevdiyimiz cherry vanilla olduğu üçün onu götürdük. Mən ona qarşı çox ön yarğılı idim. Yəni heç yaxşı alacağını düşünmürdüm də. Belə düşündüm ki, nə əlaqə bu ikisi bir yerdə, amma o ikisi bir yerdə çox dadlı olur. Kaş o texnologiya Azərbaycanda gəlsin. Düzdür, biraz bahalıdır Azərbaycan puluna çevirəndə, amma burada nisbətən bahalı deyil. Çünki demək olar burada eynidir qiymət fast foodların. Amma belə baxanda həqiqətən çox dadlıdır. Yəni dəyər puluna. Siz Azərbaycanda açılsa və ona pul versəniz qəti yazılıb gəlməyəcək məncə. Bir burger 12 dollar idi. Azərbaycana görə bahadır məncə, amma Amerikaya görə ortalama bir qiymət olduğunu düşünürəm. Keyfiyyətli bir burgerə məncə yaxşıdır. Çünki Azərbaycanda keyfiyyətli bir burger 25-30 manat falandır. Ona baxanda Düzdür, əla həqiqətən. olduğunu düşünürəm. Biz bir dəfə Azərbaycanda, bilmirəm hansı bir burgerə, deyəsən özü atamın ad günündə getmişdik. Bir burger, elə bir burger kartofli, yanına da bir balaca meyvə salatı qoymuşdular. İnklusivdir də yəni. 36 manat idi. 36. Bir burger, biraz kartofli və biraz da meyvə salatı. Bundan sonra da belə videoların ardı gələcək. İndi ilk videolarda deyə belə çox məlumat verəmədik Five Guys haqqında. Bilmirəm niyə o çox çəkənmədi orada. Amma ardı gələcək videoların. İnşallah dostlar. Sağ olun. Heç nə. Sağ Salam. olun.